Salam, sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizə 19 aprel 2026-cı il tarixində OTK-nın 11-ci siniflər üçün keçirdiyi deməli blok sınaq imtahanının suallarını izah edəcəm. Başlayaq birinci sualdan. Pitekantroplar insana bənzər meymunlardan fərqli olaraq malik olub. Bunların fərqini tapmalıyıq. Pitekantrop bilirik ki, insanlara aiddir. Deməli, mimiki əzəllərə malik olması bu hər ikisinin ortaq xüsusiyyətdir. Yəni, fərqli xüsusiyyət deyil, ikisində də mimiki əzəllər var. İstər insana bənzər meymunlarda, istərsə də pitekantroplarda. Ona görə də biri götürmürük, an götürmürük. Daha doğrusu ikinci siqnal sistemi nitikdir. Nə pitekantropda, nə də insana bənzər meymunlarda yoxdur. Yaxşı inkişaf etmiş alın və gicgah payalarına malik olmaq, bəli, pitekantroplar dərsliyimizdə 10-cu sinif dərsliyində də qeyd olunub. Pitekantroplar insana bənzər meymunlardan fərqli olaraq yaxşı inkişaf etmiş alın və gicgah payalarına malikdir. Çənaltı çıxıntı heç birində yoxdur. Qaşüstü yastıqçıq isə ikisində də vardır. İkinci sual, klonlaşdırmada istifadə olan kök hüceyrələrin çoxalması zamanı hansı proses baş verməz? Klonlaşdırma yenə də dərsliyimizdə var idi və klonlaşdırılmada artıq kök hüceyrələr mitoz yolundan bölünürlər. Yəni burada meyoz prosesi yoxdur. Və meyoz prosesi yoxdursa, biz də meyoza aid hər hansısa bir xüsusiyyət variantlarının arasında seçə bilərik. İrsi məlumatın ötürülməsi mitoz yolundan bölünür olacaq. Üzvü maddələrin sintezi olacaq. Genin ikiləşməsi mitoz yolundan bölünür və hər dəfə mitoz yolundan bölünən hüceyrədə genin ikiləşməsi interfazada olacaq. Ekvator lövhəsinin yaranması mitoz bölünmədə yenə vardır. Qütblərə iki xromatidli xromosomların çəkilməsi. Qütblərə iki xromatidli xromosomlar meyozun birinci anafazasında baş verir. Mitozda isə qütblərə bir xromatidli xromosomlar, yəni qız xromosomlar çəkilir. Ona görə də Y variantı klonlaşdırmada kök hüceyrələrin çoxalmasına aid olmayacaq. Üçüncü sual, insanın göstərilən skeletinin şöbəsi üçün doğru olanı müəyyən edin. Başın skeletidir. Gövdənin skeleti ilə birləşmə əmələ gətirir. Bəli, onurğanın deməli boyun şöbəsi ilə birləşmə əmələ gətirir. Bir doğrudur. Sümükləri hərəkətli və hərəkətsiz birləşmə əmələ gətirir. Bəli, başın skeletində demişik ki, sümük birləşmələrindən ikisinə rast gəlinir. Hərəkətli, hərəkətsiz, yarım hərəkətliyə rast gəlinmir. Qurşaq sümükləri ilə bilavasitə birləşmə əmələ gətirir. Heç bir qurşaq sümüyü ilə bilavasitə birləşmə əmələ gətirmir. Ona görə 3 olan variantları çıxırıq. Əsas bədən boşluqları yaranmasını təmin edir. Bəli, kəllə boşluğunun yaranmasında iştirak edir. Ondan sonra ağız boşluğu da burada vardır. Yalnız tək sümüklərdən təşkil olunub. Bu səhvdir. Çünki alın sümük, daha doğrusu təpə sümükləri, gicgah sümükləri cüt sümüklərdir. Ona görə də 5 də doğru deyil. 1, 2, 4 D variantı doğrudur. Dördüncü sual, göz almasını hərəkət etdirən əzəllər. Yenə də 8-ci sinif dərsliyimizdə qeyd olunmuşdur. Göz almasını hərəkət etdirən əzəllərin mərkəzi yerləşir beyin körpüsündə. 5-ci sualda şəkildə rəqəmlə göstərilən hansı orqan funksiyasının pozulması nəticəsində pankreatit xəstəliyi yaranır? Biz bilirik ki, bu məd-altı vəzdir. Məd-altı vəz də bu şəkildə 3 rəqəmi ilə göstərilmişdir. 6-cı sual, Venn diaqramına uyğun bəndləri müəyyən edin. Yumurtalıq, toxumluq və onlar üçün ortaq xüsusiyyətləri seçməliyik. Əsasən testosteron və androgen hormonlarını hazırlayır. Bu toxumluğa aid olan xüsusiyyətdir. Xarici sekresiya məhsulu kimi hüceyrə hazırlayır. Hər ikisi hüceyrə hazırlayır. Biri spermatozoid, biri yumurta hüceyrə. Ona görə də 2-ni yazacaq 3-ə. Qarışıq sekresiya, hər ikisi qarışıq sekresiya vəzidir. Yəni 3-ə 2, 3 olmayan variantları siləcəyik. Bizə qaldı 2 dənə variant, ya C, ya da B variantı. Daha sonra əsas bədən boşluğunda yerləşir. Bədən boşluğunda yerləşən yumurtalıqdır. Toxumluqlar bədən boşluğunda yerləşmir. Axacaqları ifrazat sistemi orqanına açılanda bu da toxumluqlardır. Deməli 1-ə 4, 2-yə 1, 5, B variantı. 7-ci sual, disruptiv seçməyə aid olan mülahizəni müəyyən edin. Dəyişməyən mühit şəraitində orta göstəricilərə malik canlılar sağ qalır. Bu stabilləşdirici seçmədir. Heterozigotların xeyrinə seçmə bu hərəkət verici seçmədir. Xəstəlik törədən bakteriyalarda antibiotiklərə qarşı dözümlülük bu da hərəkət verici seçmədir. Bunların hər biri 11-ci sinif dərsliyində cümlə şəklində vardır. Yəni bu sırf nəzəri biliyə əsaslanan bir sualdır. Populyasiyada bir-birindən fərqlənən variasiyaların yaranmasını gətirib çıxarır. Bəli, bu doğrudur. Tozağacı qarışıcısı bu da hərəkət verici seçmə idi. 8-ci sual, insanın qan damar sisteminin sxemində venoz və arterial qan
Damarları müəyyən edin. Deməli, venoz qan axan damarlara baxırıq. Orqanlardan çıxan, bir də ağciyərə gedən damarlar venoz qanı daşıyır. Ağciyərdən gələn və orqanlara gedən damarlar arterial qanı daşıyır. Burada görürük ki, orqanlardan çıxan S damarıdır. Ağciyərə gedən A-dır. Deməli, venoz qanı daşıyacaq AC, arterial qan daşıyacaq B, D cavab olacaq 8-də C variantı. 9-cu sual hansı ifadə doğru deyil? Son sidik qədəyə bənzər kapsulda yaranır. Qədəyə bənzər kapsulda ilk sidik yaranır. Son sidik kanalcıqlarda yaranır. Qanın süzülməsi qədəyə bənzər kapsulda baş verir. Bu doğrudur. Son sidik qıvrım kanalcıqlarda yaranır. Doğrudur. Biz doğrunu yox səhv axtarırıq. Sidik axarları böyrək piramidlərindən başlanğıc götürür. Böyrək piramidlərindən yox, böyrək ləyənlərindən. Bu da səhvdir. Sidik hissəsi bir növ toxumadan təşkil olunub, bir neçə növ toxumadan təşkil olunub. Ona görə də bu da səhvdir. 1, 4, 5 cavab olur 9-da C variantı. 10-cu sual çöl qatır quyruğunun yaz zoğunda baş vermir. Bilirik ki, çöl qatır quyruğunun bir yeraltı zoğu var, kökümsov, yaz zoğu və yay zoğu var. Yay zoğu fotosintez edir, üzvü maddə əmələ gətirir. Kökümsovda ehtiyat şəklində toplanır. Yaz zoğunda isə sporlar əmələ gəlir. O, deməli, çoxalmağa xidmət edir. Fotosintez prosesi yay zoğunda gedəcək, yaz zoğunda getməyəcək. Gen mübadiləsi gedəcəkdir. Mitoz bölünmə gedəcəkdir. Mayalanma getməyəcəkdir. Ümumiyyətlə qatır quyruqlarda, qıcıkimlərdə, planlarda mayalanma protalda gedir. Yəni yetkin fərdin üzərində getmir. 1, 4, 10-da cavab olacaq A variantı. 11-ci sual şeh çiçəyi qida zəncirində. Şeh çiçəyi bilirik ki, həm fotosintez etmə qabiliyyətinə malikdir, həm də demişik ki, azot onlarda elə bil ki, azota tələbat çoxdur və azot olmayan torpaqlarda onlar həşəratlarla qidalanaraq öz azota olan tələbatını ödəyirlər. İkinci dərəcəli konsument ola bilər. Bəli, ikinci dərəcəli konsument ola bilər. Əgər o, deməli, həşəratla qidalanırsa, doğru olmayan axtarırıq. Üzərinə düşən günəş şüasının, günəş enerjisinin 1%-dən fotosintez üçün istifadə edə bilər. Bəli, fotosintez edəndə günəş enerjisinin 1%-dən istifadə edir. Aldığı enerjinin 95%-ni istilik şəklində ətrafa yaya bilər. Bu da doğrudur. Yəni, bir zəncirdən digər zəncirə keçərkən ya 20 ya 5% deməli, enerji ötürülür. Ola bilər ki, 5% ötürsün, 95% də istilik şəklində ətrafa yayılsın. Qida zəncirinin birinci halqasında yerləşə bilər. Bəli, produsentdir, üzvü maddə istehsalçısıdır, yerləşə bilər. Birinci dərəcəli konsument ola bilər. O bitki ilə qidalanmır, o heyvanla qidalanır. Ona görə də birinci dərəcəli konsument ola bilməz. Ya ikinci dərəcəli konsument ola bilər, ya da produsent kimi götürə bilərik. 12-ci sual şəkildə təsvir olunan heyvan ördəkdən fərqlənmir. Bu ördək burundur. Ördək burun qarın və döş boşluğunu ayıran ara kəsməyə malikdir. Buna görə fərqlənir. Çünki bu diafraqmadır. Bu da məməlilərə xas olan bir hissədir. Sıxdı körtüyünə malikdir. Buna görə də fərqlənir. Çünki ördək quşlara aiddir. Onlarda lələk örtüyü olur. Ürək boşluğundan sol aorta qövsü çıxır. Bu da fərqli xüsusiyyətdir. Çünki ördək quşlara aiddir. Onlarda sağ aorta qövsü çıxır. Balasını südlə bəsləyir. Bu da yalnız ördək buruna xasdır. Quşlarda yoxdur. Yumurta sarısı çox olduğu üçün üşəyim diski bölünür. Bəli, bu yumurta qoyan məməlilər demişdik. Quşlar, sürünənlər, onlarda yumurta sarısı çox olduğu üçün üşəyim diski bölünür. Yenə də bu da nəzəri bir bilik 10-cu sinif dərsliyin, 11-ci sinif üzr istəyirəm dərsliyində var. Uyğunsuzluğu müəyyən edin. Lizosim fermentdir, bəli, polipeptiddir, fermentlər zülaldır. Polipeptid də zülallara aiddir. Lipaza zülaldır. Xitin polisaxariddir. Xolesterin lipiddir. Selülaza, sonu aza ilə qutaranlar fermentdir. Fermentlər zülaldır. Ona görə də onlar polisaxarid deyirlər. Cavab Y. 14-cü sual neştərçə üçün bizə düzgün olan bəndləri istəyir. Deməli, qəlsəmə qapağı neştərçədə olmur. X açıq qoyub, bəli, tək üzgəclər var. Biz deyirik, Y düzdür. Atrial dəlik var. Deməli, 1 uyğundur. 2, udulaq onlarda var. X deyir ki, amma yoxdur. Deməli, 2-ni götürməyəcək. 2 olan cavabları da siləcək. Cüt üzgəclər yoxdur. X o da deyir yoxdur. Ağız qıfı var. Bəli, var. Qoxu çökəkliyi, bəli, var. Onda 3 də uyğundur. Qəlsəmə yarıqları var. Amma o deyir yoxdur. Ona görə də 4 olan cavabı da sildik. Cavab oldu D variantı. 15-ci sual. Həkim xəstənin gözünü müəyyən edərkən rəngli görmənin təmin edən reseptorların fəaliyyətinin pozulması və bunun irsi olduğunu qeyd edir. Bu xəstəlik hansı genlərlə irsən ötürülür? Bu da yenə həm 9-cu sinif dərsliyimizdə, həm 10-cu sinif dərsliyimizdə var. Daltonizm xəstəliyidir. Hətta 8-ci sinif dərsliyimizdə də var analizatorlar bölməsində. Daltonizm xəstəliyi X xromosomu ilə resessiv şəkildə ötürülür.
Sxema əsasən X, Y, Z və K-nı müəyyən edin. Bitkilərdə uzaq hibridləşmə var və sitsin əgər bəlidirsə, deməli bu çox illik buğdadır. Xeyirdirsə, yəni sitsinin enəmədiyi baxırıq, quş beresi götürə bilər. Ümumiyyətlə bu çox illik buğdağını saxlayaq, digərləri aha qalsın. Qış beresi ola bilər, bəli. Uzaq hibrid bitkilərdə uzaq hibridləşmədir. Xeyir, onda Lucius butarin, bu arxar merinos deməli qoyun cinslərini almışdılar. Xeyirdirsə, rovşakarp balığı bəli, onlara aid deyil. Bunu Kirpiçnikov almışdı. C variantı doğrudur. 17 boğum aralarının sayı bərabər olan gecikən toz ağacı oleander bitkilərin zoğlandığı yarpaqların sayını göstərin. Boğum aralarının sayı bərabərdirsə, deməli elə onlarda boğumların sayı da bərabərdir. Sadəcə yarpaq sayı fərqlidir. Niyə fərqlidir? Çünki oleanderda bir boğuma minimum 3 yarpaq birləşir. Yəni bunu 3 en qədər götürə bilərik. Toz ağacıda hər boğuma 1 yarpaq birləşir en qədər. Gecikəndə isə hər boğuma 2 yarpaq birləşir 2 en qədər. Ona görə də nə oldu? 3 böyük oldu 2-dən, o da böyük oldu 1-dən. Cavab oldu 17-də Y variantı. Geçtik növbəti sual 18-ci sual. May böcəyində qolcuqların birləşdiyi strukturların sayı. Bunu sözlə verməsə də şəkildə verib, alt çənə və alt dodağa birləşir. Alt çənə bir cütdür, alt dodaq bir ədəddir. Say soruşduğuna görə 3. Qolcuqların birləşdiyi strukturların növünü soruşduğuna görə çənə bir növ, dodaq ikinci növ oldu 2. 2 ilə 3-ü topladıq, elədi cavab 5. 19-cu şəkildə mukor göbələyini verib və deyir ki, şəkildə göstərilən canlıda ola bilməz. Biz bilirik ki, ağ mukor göbələyi deməli bir hüceyrəli çox növəlidir. Deməli çox növəli ola bilər. Heterotrof qidalanır. Bir hüceyrəlidir. Doğrudur, amma xromatofor onlarda olmur. 20-ci sual. İnsan askaridinin tək cinsiyyət vəzinə malik fərdində hansı proses baş verməz? Bilirik ki, askaridlər ayrı cinsiyyətlidir. Onlarda dişidə 2 yumurtalıq, erkəkdə isə bir toxumluq olur və tək cinsiyyət vəzisi deyirsə, deməli söhbət gedir erkek askariddən. Gametogenez, onda da spermatozoidlərin əmələ gəlməsi zamanı gametogenez prosesi olur, amma mayalanma prosesi dişidə gedir. Erkəkdə mayalanma prosesi getmir. 21-ci sualda xəstəliyin törədicisi faringit xəstəliyindən gedir söhbət. Faringiti bilirik ki, həm viruslar, həm də bakteriyalar törədə bilir. Hüceyrə divarı var, ribosomu var, nuklein turşusu var. Deməli, bu bakteriyaların törətdiyidir, yəni bakteriyadır. İkincidə isə nuklein turşusu var və kapsidi var. Deməli, bu da virusdur. Baxırıq indi bir-bir cavablara. 2 azotlu əsas növləri nukleotid növlərindən azdır. 2 virusdur. Virusda ya DNT var, ya RNT var. Azot əsas növlərin sayı deməli nukleotid növlərindən azdır deyir. Xeyr, az deyil. Ona görə də doğru deyil. Çünki onlarda ya DNT var, ya RNT var. Nukleotid növləri 4 olur. 2. Bəzi növləri üzvü maddə sintez edir. Virusların heç bir növü üzvü maddə sintez etmir. Əksər nümayəndələri xemosintez edicidir. Bir bakteriyadır. Əksər nümayəndələri saprofitdir. Az bir qismi avtotrof olanlardır. Onların içərisində də bir qismi fotosintez edən, bir qismi isə xemosintez edəndir. Glikoprotein çıxıntılara malikdir, bakteriyalarda yoxdur. Polipeptidlərin sintezi yalnız sitoplazmada gedir. Polipeptid yəni zülal sintezidir. O da translasiya prosesi. Biz bilirik ki, mitoxondrida plastiddə və sitoplazmada gedə bilər. Bakteriyalarda isə nə mitoxondri, nə plastid olmadığına görə onlarda polipeptidin sintezi yalnız sitoplazmada gedə bilər, yəni orada ribosomlarda. Yer fındığının meyvəsi yer fındığı paxlalara aiddir. Paxla meyvədir ki, xronoloji cədvəldə davam etmə müddətinə görə ən uzun erada baş verən aramorfozları müəyyən edin. Ən uzun era bilirik ki, protozoi erasıdır. Borulu sümüklər paleozoy erasında yaranıb, daxili skelet xorda bəli yaranmışdır. Ondan sonra bitki toxumaları yaranır, bu doğru deyil. Heyvanlarda orqanlar sistemi yaranır, bəli proterozoyda yaranıb. İlk prokaryot orqanizmlər, bunlar arxeydə yaranmışdır. İlk ibtidai göbələklər yaranır, bəli bu da proterozoydadır. 2, 4, 6. Çiçəkli bitkilərdə gametogenez prosesində iştirak edən X, Y, Z hüceyrələri üçün doğru ifadələri müəyyən edin. X deməli tolcuq hissəsindən gedir söhbət, ana tolcuq hüceyrədir. Y mikrosporlardır. Z artıq tolcuq dənəcikləridir. Görürük ki, artıq onların içərisində nüvələr vegetativ generativ nüvə əmələ gəlib. Deməli, X bölümü və tərləri hüceyrə mərkəzindən yaranır. Bu ali bitkidir. Ali bitkidə hüceyrə mərkəzi yoxdur. Biri götürməyəcək, doğrunu axtarırıq. Bəli, doğrunu axtarırıq, bu səhvdir. Y genetik xüsusiyyətinə görə ana hüceyrədən
fərqlənir. E, Meyoz prosesi gedib, bəli, ana hüceyrədən genetik xüsusiyyətinə görə fərqlənir. Çünki artıq burada meyoz prosesi gedib, diploid ana hüceyrədən haploid yaranıb. Ona görə də 2 doğrudur. Z nüvələri mitoz bölünmə nəticəsində əmələ gəlir. Z tozcuqdur. Tozcuğun içərisində nüvələr, bəli, mitoz nəticəsində əmələ gəlir. Doğrudur. Z nüvələri haploid xromosom yığımına malikdir. Düzdür. Deməli, X ana tozcuq hüceyrədən Y mikrosporlar meyoz bölünmə nəticəsində yaranır. Meyoz bölünmədən sonra bu mikrosporların nüvəsi mitoz bölünmə keçirir və bu nüvələr hamısı haploid xromosom yığımına malikdir. 5Y nüvələri meyoz bölünmə keçirir. Meyoz yox, mitoz bölünmə keçirir. Cavab oldu 2, 3, 4. Geçtik 25. suala. DNT molekulunda 2 kat hidrogen rabitələrin sayının 3 kat hidrogen rabitələrin sayına nisbəti 1'in 2'ye kimidir? 2 kat bilirik ki hidrogen rabitələrin sayı ya adenin ya timinin sayına bərabərdir. 3 kat hidrogen rabitələrin sayı da ya sitazinin və ya guaninin sayına bərabərdir. Əgər bunların nisbəti 1'in 2'yedirsə, deməli adenin x qədərdir, sitazin 2x qədərdir. Deməli DNT molekulunda ümumi nukleotidlərin sayı olacaq. X kadar adenin, X kadar timin, 2X kadar sitazin ve 2X kadar guanin. Ümumilikdə 6X kadar nukleotid var. Hidrogen rabitənin düsturu var ki, nukleotidin üzərinə sitazin və yaxud da guanini gəlməklə hidrogen rabitəni tapa bilərik. 1200 hidrogen rabitəmiz varsa 6X nukleotidimiz və 2X kadar da sitazinimiz var. 8X'imiz bərabər olur 1200'e, X'imiz bərabər olur. Deməli, 12'nin içərisində 8 bir dəfə, 5 dəfə 150. X'imiz oldu 150. Deməli ümumi nukleotidimiz 6X'dırsa, onda 6X da olur. 6 vurulsun 150. 150'ni vurduq 6'ya. 0, 6, 0, 9. 900 nukleotidimiz var. İndi bizdən DNT molekulunun uzunluğunu soruşur. DNT molekulu bilirik ki 2 zəncirlidir. Yəni bunun ümumilikdə 900 nukleotidi varsa, burada da 450 nukleotiddir. Burada da 450 nukleotiddir. Uzunluq deyəndə 400, yəni bir zəncirdəki nukleotid sayını 0'dan %34'e vururuq. 450'ni də vururuq 0'dan %34'e. Bu da eləyir, deməli, kalkulatorla vuracağım, eləyir 153 nanometr. Geçtik növbəti suala. 26. sual. Çarpazlaşma zamanı alınan nəsildə yalnız kiçik B genləri daşıyan fərdlər salamat qalırsa neçə fenotipik qrup alınır? Tam dominantlıq mövcuddur. Crossover var. Əgər crossover varsa hər iki fərd 4 növ qamet əmələ gətirəcək. Sadəcə biz burada böyük bir cədvəl qurmaq yerinə kiçik B olan hissəni yazsaq bizə kifayət edir. Bu da hansıdır? Bu olacaq böyüyə, kiçik B, böyüyə, kiçik B və kiçik B. Bundan başqa kiçik b'lərlə deməli genotip yoxdur və bu genotip olmadığına görə də neynirik? Qalanlarını yazmırıq. Burada da görürük ki bu dominant əlamət, resessiv əlamət. Məsələn, tutaq ki drozofil üzərində götürsəydik, boz rudiment, qara rudiment. Gördük ki 2 fenotipik qrup alındı burada. 27. sual. Şərti refleks, şərtsiz refleks və onların ortaq xüsusiyyətləri. Deməli, tanış olmayan qıcığın təsirindən tormozlana bilər. Hər ikisi istər şərti, istər şərtsiz refleks tanış olmayan qıcığın təsirindən qıcıqlana bilər. Refleks qövsü onurğa beynindən keçə bilər, mərkəzdən, yəni hər ikisində keçə bilər. Mərkəzi baş beyin qabığında yerləşir. Baş beyin qabığı demişik ki, bu şərti refleksə aiddir. Daxili tormozlanması baş verə bilər. Bu da şərti refleksə aiddir. Şərtsiz refleksə xarici tormozlanmadır. Orqanizmin daxili mühitinin nisbi sabitliyini qoruyur. Bu da yenə 9-cu sinif dərsimizdə cümlə şəklində var. Bu şərtsiz refleksə aiddir. Gəldik situasiyaya. Buzlaqlar Mərkəzi Asiya dağlıq yayılası ətrafında Arıquşu arealını Avrasiya, Cənubi Asiya və Şərqi Asiya kimi yarım növlərə parçalanmışdır. Bunlar da dərsimizdə tapşırığın içərisində var idi. 9-cu sinif dərsində xromosom sayı, diploid sayı 80 olan Cənubi Asiya Arıquşu yarım növləri Avrasiya, Şərqi Asiya yarım növlərlə cütləşib nəsil verə bilir. Lakin Avrasiya və Şərqi Asiya Arıquşu yarım növləri isə ilə bu baş vermir. İndi A'da görürük ki arealın parçalanmasıdır. B'də görürük ki geniş ərazidə yeni növlərin əmələ gəlməsidir. Yəni areal parçalanmadı, areal daxilində yeni növlər əmələ gəldi. Venn diaqramına uyğun bəndləri müəyyən edin. Mikro təkamül baş vermişdir. İstər A'da, istər B'də, hər ikisində də mikro təkamül baş vermişdir. Ona görə də bir hər ikisi üçün ortaqdır. Populyasiyanın gen tərkibi dəyişmişdir. İstər arealın parçalanması, istər də yeni növlər ikisində də yaranırsa, deməli
yeni növ yaranırsa gen tərkibi yenidən dəyişir, yeni gen tərkibi yaranır. Ortaq xüsusiyyətdir. Növün arealı müxtəlif hissələrə parçalanmışdır. A-da görürük ki, areal müxtəlif hissələrə parçalanmışdır. Areal dəyişməmiş, həyat şəraiti isə dəyişmişdir. Bu da B-yə aiddir. Görürük ki, heç bir arealda dəyişiklik yoxdur, amma həyat şəraiti dəyişmişdir. Keçdik 29-cu suala. Arıquşların 3 yarım növlərin əmələ gəlməsi növ əmələ gəlmənin şəkildə göstərilən hansı formasına aiddir və bunun hansı yolları var? Elə situasiyanın içərisində parçalanmasından deyir. Deməli, bu nədir? Coğrafi növ əmələ gəlmə arealın parçalanmasıdır. Arealın parçalanması da burada A-ya uyğundur. Yaza bilərik coğrafi növ əmələ gəlmə A arealın parçalanması. Qısa-qısa yazım, siz geniş yazarsınız. 30-da cədvələ sizən x-in qiymətini hesablayın. Toxumluğun yetişmə zonasına daxil olmuş hüceyrə sayının yumurtalığın yetişmə zonasına daxil olan hüceyrə sayı eynidir. Hər ikisi eynidir. Qametlərlə eyni cinsi xromosom daşıyan yönəlci cisimciklərin sayını bizə 5 verib və deyir, bütün qametlər eyni növ cinsi xromosom sayını daşıyır. Deməli, eyni növ deməli, qametlərlə eyni olan cinsi xromosomlar 5-dirsə, qametlərin də sayı deməli 5-dir. Niyə 5-dir? Çünki yetişmə zonasına nə qədər hüceyrə daxil olubsa, dişidə o qədər də qamet alınır. Deməli, başlanğıc hüceyrənin sayı elə 5 imiş. Toxumluğun da yetişmə zonasına daxil olan başlanğıc hüceyrə sayı 5-dir. Onda sonda əmələ gələn qamet sayı toxumluğun yetişmə zonasına biri daxil olanda 4 dənə hüceyrə əmələ gəlir, 4-ü də qametə çevrilir. Əgər 5 dənə hüceyrə daxil olubsa, deməli sonda 20 hüceyrə əmələ gəlir, 20-si də qamet olar. İndi deyir ki, X cinsiyyət xromosomu daşıyan qametlərdə xromosom sayı, bunların erkəklərinin hər biri X cinsi xromosomu daşıyır. Ona görə də neyniyəcəyik? Hər birində diploid xromosom sayı, yəni 2 eni 80-dirsə, haploid sayı 40-dır. Hər birində 40 dənə var, 20 dənə ümumi qametimiz varsa, 20-ni də vururuq 40-a, eləyir cavab 800.